Salam əziz şagirdlər, bugün mən termodinamikanın birinci qanunu və onun müxtəlif izoprosesləri tətbiqi mövzusuna aid testlərin izahını verəcəm. Gəlin başlayalım birinci testdən. Deyir, boş xanaya hansı fiziki əməliyyat yazıla bilər? Delta U sistemin daxili enerjisinin dəyişməsidir. S xüsusi istiliktumu, M kütlə, delta T temperaturdur. Yəni, yadımıza salağın görək termodinamikanın birinci qanunu riyazi ifadəsi necə idi uşaqlar? Delta U bərabər idi. Deməli, A üstə gələk Q-yə. Baxırsınız ki, uşaqlar Q-nün yerinə SM delta T yazılıb. Deməli, digər boş xanada hansı kəmiyyət olacaq? A olacaq. A da nə idi? Xarici qüvvələrin sistem üzərində gördüyü iş. Yəni, cavab A variantı. 2. İdeal qaz üzərində xarici qüvvələr 2,5 kJ iş görmüş, qazın daxili enerjisi 4000 jol artmışsa, qaza verilən istilik miqdarını hesablayın. Gəlin verilənləri yazaq. Deməli, ideal qaz üzərində xarici qüvvələrimiz 2,5 kJ iş görmüşdür. Xarici qüvvələrin gördüyü iş hansı hərflə işarə olundu? A hərfi ilə. A bərabərdir. 2,5 kJ olduğunu da jola çevirmək üçün minə vuracam. Eləyəcək 2500 jol. Sonra qazın daxili enerjisi 400 jol artmışsa, demişdim hansı kəmiyyətin ədədi qiymətin yanında 60 azalmış söz varsa, o kəmiyyətin dəyişməsindən söhbət gedir. Yəni, delta U bərabərdir nə qədər? 4000 jol. Qaza verilən istilik miqdarını Q-ni istəyir bizdən. Q bərabərdir sual işarəsi. Q-nun düsturu necə idi uşaqlar? Q bərabərdir. Deməli, delta U çıxaq A-ya. Və biz buradan da ədədi qiymətləri yerinə qoyaq. Hesablamamıza aparağın. Delta U nə qədərdir? 4000 çıxaq 2500. O da bərabərdir 1500 jol. Cavab oldu C variantı. 3. İdeal qazın daxili enerjisi 6,7 kJ artmış və qazın gördüyü iş 1500 jol olmuşsa, qaza verilən istilik miqdarını hesablayın. Deməli, qazın daxili enerjisi 6,7 kJ artmışdır. Deməli, delta U-muz nə qədərdir? 6,7 kJ. Sonra, qazın gördüyü iş. Qazın gördüyü iş hansı hərflə işarə olundu? A ştrixlə. A ştrix bərabərdir 1500 jol. Və bizdə də məsələnin cavabı kilojolla verilib dediyinə fikir verirsinizsə. Ona görə biz 1500 jolu kilojola çevirəcəyik. Yəni, ya 0,1-ə vuracaqsınız, ya da 1000-ə böləcəksiniz. Eləyəcək neçə? 1,5 kilojol. Və qaza verilən istilik miqdarını istəyir. Q bərabərdir sual işarəsi. Q-nun düsturu necə idi? Q bərabər idi. A ştrixlə onun düsturu. Delta U üstə gələk A ştrix. Ədədi qiymətləri yerinə qoyaq. Hesablamamıza aparağın. Delta U-muz 6,7. Üstə gələk A ştriximiz də 1,5. Eləyəcək neçə? 8,2 kilojol. Cavabımız oldu Y variantı. 4. İzoxor proses üçün termodinamikanın birinci qanunu hansı ifadə ilə təyin olunur? Deməli, hansı proses istəyir? İzoxor proses üçün. İzoxor prosesdə V bərabər idi, konstuydu. V konstuysa, deməli, iş görülürdü. Xeyr, A ştrix bərabərdir 0-a, A bərabərdir 0-a. Deməli, sonra bu zaman termodinamikanın birinci qanunu riyazi ifadəsini yazaq. Q bərabər idi nəyə? Məsəl üçün, delta U çıxaq A-ya. Bizdən də A-mız burada 0-a gedəndə Q nəyə bərabər olacaq? Delta U-ya bərabər olacaq. Yəni, İzoxor prosesdə termodinamikanın birinci qanunu riyazi ifadəsi delta U bərabərdir 2 olacaq. Yəni, C variantı. 5. Hansı proses üçün termodinamikanın birinci qanunu ifadəsi delta U bərabərdir 2 şəklində yazılır? Gəlin baxalım uşaqlar. Deməli, delta U bərabərdir 2. İndi yazılmışsınız da. Delta U bərabərdir 2. Nə zaman? Deməli, A bərabərdir 0 olduqda və yaxud da A ştrix bərabər 0 olduqda, bu da hansı proses oldu? İzoxor proses. V bərabərdir konstant. Nə zaman iş görülmür? İzoxor prosesdə. Yəni, cavabımız olacaq izoxor qızdırılma. A variantı. 6. Hansı qanun sistem bir haldan başqa hala keçdikdə daxili enerjinin dəyişməsi xarici qüvvələrin işi ilə sistemə verilən istilik miqdarının cəminə bərabərdir. Yəni, deyir delta U xarici qüvvələrin cəmi ilə, gördüyü işin cəmi ilə sistemə verilən istilik miqdarının cəminə. Hansı qanunu idi? Uşaqlar, termodinamikanın birinci qanunu, yəni D variantı. 7. İzobar qızdırılma zamanı bir atomlu ideal qazın daxili enerjisi 150 jol artarsa, qaza nə qədər istilik miqdarı verilmişdir? Deməli, hansı prosesdə izobar qızma? İzobar prosesdə, deyirik P konusudur. Qazın daxili enerjisi 150 jol artarsa, yəni delta U-muz nə qədərdir? 150 jol.
və qaza nə qədər istilik miqdarı verilmişdir? Q bərabər sual işarəsi. Gəlin yadımıza salaq, izobar prosesdə deməli daxili enerji sistemə verilən istilik miqdarının nə qədər hissəsi daxili enerjinin dəyişməsinə sərf olunurdu? Delta U bərabərdir 0,6 Q-yə. Bizdən buradan Q-ni istəyir. Q də nəyə bərabər olacaq? Delta U bölünsün 0,6. Delta U-muzu verib 150. 150 bölünsün 0,6. Bu 0 silirəm. Qaldırıram yuxarıya. Eləyəcək neçə uşaqlar? Deməli 250 joule. 250 joule. Yəni C variantı. 8. İzobar qızdırılma zamanı bir atomlu ideal qaza 250 joule istilik miqdarı verilərsə, qaz nə qədər iş görər? Yenə izobar prosesdir. P bərabərdir konstu. P konstu. Sonra ideal qaza 250 joule istilik miqdarı verilib. Q'miz 250 joule'dur. Qaz nə qədər iş görər? A' bərabərdir sual işarəsi. Gəlin yadımıza salaq görə sistemə verilən istilik miqdarının izobar prosesdə sistemə verilən istilik miqdarının hansı hissəsi işin görülməsinə sərf olunurdu? 0,4 hissəsi, yəni A' bərabərdir 0,4 Q-yə. Və ədədi qiymətdə yerinə qoyaq. 0,4 vuraq. Q-miz də 250. Bundan bunu ixtisar apardım. Elədik neçə? 100 joule. Cavab oldu 100 joule. D variantı. 9. İzobar prosesdə bir atomlu ideal qazın daxili enerjisinin dəyişməsi 300 joule artarsa, qazın gördüyü işi hesablayın. Yenə izobar prosesdir. P bərabərdir konstu. P konstu. Deməli, qazın daxili enerjisinin dəyişməsi 300 joule. Delta U da bərabərdir 300 joule'dur. Qazın gördüyü işi hesablayın. A' bərabərdir sual işarəsi. Uşaqlar, deməli, bizim A' ilə daxili enerji arasında bir əlaqə düsturumuz var. Yəni, delta U bərabərdir. Deməli, 1,5 A'-ə. Biz də buradan A' tapmalıyıq. A' nəyə bərabər olacaq? Delta U bölünsün 1,5-ə. Gəlin, ədədi qiyməti yerinə qoyağın, hesablamamıza aparağın. Delta U'muz deməli oldu 300. 300 bölünsün 1,5. Bunun tamını silirəm. Bir dənə 0 artırıram yuxarıya. 30'u deməli 15'ə böləndə eləyəcək 2 qaldı burada. 200 nədir? Joule. Cavab oldu 200 joule. A variantı. 10. Verilmiş kütləli bir atomlu ideal qazın halını dəyişmə diaqramı verilmişdir. Bu prosesdə qaza 6 kilojoule istilik miqdarı verilmişdir. Qazın gördüyü işi hesablayın. Deməli, bizə verilənləri yazağın uşaqlar. İstilik miqdarımız Q bərabərdir 6 kilojoldur. Sonra gəlin qrafikə baxağın görək hansı prosesdə uşaqlar. Görürsünüz hansı kəmiyyət sabit qalıb temperatur. T bərabərdir konstu. İzotermik prosesdir. Və deyir ki, qazın gördüyü işi hesablayın. A' bərabər sual işarəsi. Gəlin yadımıza salağın görək izotermik prosesdə termodinamik birinci qanun riyazi ifadəsi necə idi? Deməli, Q bərabər idi. Q bərabərdir A'. Yəni artıq burada delta U izotermik prosesdə delta U nəyə bərabərdir? 0-a. Daxili enerjinin dəyişməsi 0-a bərabər idi. Buradan da A' istəyir. A' bərabərdir Q-yə. O da bərabərdir 6 kilojoule. Yəni sistemə verilən istilik miqdarının hamısı işin görülməsindən sərf olunur. Sistemə də 6 kilojoule istilik miqdarı verilibsə, hamısı işin görülməsindən sərf olunacaq. 6 kilojoule cavab olacaq A variantı. 11. Verilmiş kütləli bir atomlu ideal qazın halını dəyişmə diaqramı verilmişdir. Bu prosesdə qaza 10 kilojoule istilik miqdarı verilərsə, qazın daxili enerjisinin dəyişməsini hesablayın. Deməli, uşaqlar, qaza 10 kilojoule istilik miqdarı verilibdir. Q bərabərdir, deməli, 10 kilojoule. Və grafikə gəlin baxağın hansı prosesdir, hansı kəmiyyət sabitdir. Görürsünüz, həcm sabitdir. V bərabərdir konst, yəni izoxor prosesdir. Birdən 2-yə gələndə də temperaturumuz artıbdır. Deməli, deyir, qazın daxili enerjisinin dəyişməsini hesablayın. Delta U bərabərdir sual işarəsi. Gəlin yadımıza salan uşaqlar, deməli, izoxor prosesdə termodinamikanın birinci qanun riyazi ifadəsi necə idi? Q bərabərdir delta U-ya. Yəni, iş görülmürdü. A 0 idi. A bərabər idi 0-a və ya da A' bərabərdir 0-a. Buradan da delta U nəyə bərabər olacaq? Q-yə. Yəni, sistemə verilən istilik miqdarı hamısı daxili enerjinin dəyişməsinə sərf olunur izoxor prosesdə. Sistemə də nə qədər istilik miqdarı verilib? 10 kilojoule. Yəni, daxili enerjimizin dəyişməsinə qədər olacaq 10 kilojoule. D variantı. 12. Verilmiş kütləli bir atomlu ideal qaz üzərində qapalı proses aparılmışdır. Diaqramın hansı hissələrində termodinamikanın birinci qanunu Q bərabərdir A' şəklindədir. Deməli, uşaqlar, Q bərabərdir
H'. Deməli, bizim daxili enerjinin dəyişməsi sıfırdır. Daxili enerjinin dəyişməsi nə zaman sıfır olurdu? İzotermik prosesdə. Yəni, T bərabərdir konst. Biz hansı prosesi axtarmalıyıq? İzotermik prosesi. Yəni, Q bərabərdir H'. O zaman olur ki, izotermik prosesi olsun. T konst olsun. Biz o aralığı tapmalıyıq. Temperaturun da stabil olduğu, sabit olduğu aralıq hansıdır? Baxın, bu temperaturudur bu. 3-dən 4-ə gələndə temperaturumuz nədir? Sabitdir. Cavabımız olacaq 3-4 aralıq. B variantı. 13. Verilmiş kütləli bir atomun diaqaz üzərində qapalı proses aparılmışdır. Diaqramın hansı hissələrində termodinamikanın birinci qanunu Q bərabər delta U şəklində olar? Deməli, Q bərabər delta U. Q bərabərdir delta U. Deməli, iş görülməyibdir. H' bərabərdir sıfırdır. Nə zaman? Hansı prosesdə? İzoxor prosesdə. V bərabərdir konst olmalıdır. Biz hansı aralığı tapmalıyıq? V bərabər konst aralığını. Yəni, həcm sabit olan aralığı. Gəlin, baxağın görə həcm hansı aralıqda sabitdir? P-nin T-dən asılılıq qrafiki veriləndə uşaqlar, biz demişdik, V konstunda PT-dən necə asılı olur? Düz mütənasib. Yəni, artıq PT-dən hansı aralıqda düz mütənasib asıldı? 1-2 aralığında. Cavabımız oldu 1-2 aralığı B variantı. 14. Verilmiş kütləli bir atomun diaqaz üzərində gedən prosesdə qaz 200 kilojol istəyim, 250 kilojol istəyim miqdarı almış və onun daxili enerjisi 250 kilojol artmışdır. Qazın təzyiqinin mütləq temperaturdan asılı qrafiki hansı bu prosesə uyğundur? Deməli, sistemə nə qədər istilik miqdarı verilibdir uşaqlar? Q bərabərdir 250 kilojol istilik miqdarı verilibdir və hamısı da nədir? Daxili enerjinin dəyişməsinə sərf olunubdur. 250 kilojol. Deməli, termodinamikanın birinci qanun riyazi ifadəsi necə olacaq? Q bərabərdir delta U-ya və nə zaman? İş görülməyəndə. H' bərabərdir 0 olduqda. Hansı prosesdə iş görülmür? V bərabərdir konst olduqda. Yəni, izoxor prosesdə. PT qrafikini tapmalıyıq. P-nin T-dən asılı qrafikini özümüz də çəkə bilərik. P-nin T-dən asılı qrafiki izoxor prosesdə bir-birindən necə asılıdır? PT-dən düz mütənasib. Yəni, qrafikimiz belə olacaq. Yəni, D variantı. 15. Verilmiş kütləli bir atomun diaqaz üzərində gedən prosesdə qaz 250 kilojol istilik miqdarı almış və onun daxili enerjisi 250 kilojol artmışdır. Qazın həzmi mütləq temperaturdan asılı qrafiklərindən hansı bu prosesə uyğundur? Deməli, uşaqlar, qaza 250 kilojol istilik miqdarı verilmişdir. Q bərabərdir 250 kilojol və daxili enerjisi də delta U da bərabərdir 250 kilojola bərabərdir. Yəni sistemə verilən istilik miqdarının hamısı nəyə sərf olunubdur? Daxili enerjinin dəyişməsinə. Bu hansı prosesdə artıq işimiz görünmür? H' bərabər 0. Hansı prosesdir? V bərabərdir konst. Deməli, izoxor prosesdir. İzoxor prosesdə də həcm nədir? Sabitdir. V-nin T-dən asılı qrafikini istəyir. V-nin T-dən asılı qrafiki necə olacaq uşaqlar? V-nin T-dən asılılığı. Deməli, həcm sabit və temperatur artır. Yəni, D variantı. Daxili enerji artdığına görə temperatur da artır. D variantı. 16. Verilmiş kütləli bir atomun diaqaz üzərində gedən prosesdə qaz 300 kilojol istilik miqdarı almış və onun daxili enerjisi 300 kilojol artmışdır. Qazın sıxlığı mütləq temperaturdan asılı qrafiklərindən hansı bu prosesə uyğundur? Deməli, qaza 200 kilojol istilik miqdarı verilib. Q bərabərdir 300 kilojol və onun daxili enerjisi 300 kilojol artmışdır. Delta U bərabərdir 300 kilojol. Yəni, sistemə verilən istilik miqdarının hamısı daxili enerjinin dəyişməsinə sərf olunubdur. Bu zaman A bərabərdir, H' bərabərdir nəzdə 0-dır. Yəni, iş görülməyibdir. Hansı prosesdə? İzoxor prosesdə V bərabər konst olduqda, onda bizdən sıxlığın, Rho-nun T-dən asılı qrafikini istəyir temperaturdan. İzoxor prosesdə bilirik ki, sıxlığımız nədir? V sabit olduğuna görə Rho-muz da konst olacaq. Verilmiş kütləli olduğuna görə Rho-muz stabil olmalıdır və daxili enerji artıbsa temperaturumuz artmalıdır. Yəni, cavabımız olacaq D variantı. 17. Verilmiş kütləli bir atomun diaqaz üzərində əvvəlcə AB, sonra CD prosesləri aparılmışdır. Euler-Venn diaqramında uyğun bəndləri müəyyən edin. Gəlin, baxalım proseslərə görə hansı proseslərdir? Proseslərin adını yazağın. Burada artıq AB-də deməli, həcm sabitdir. V bərabərdir konst. Və temperaturumuz da uşaqlar A-dan B-yə gələndə nə edir? Artır. Temperatur da artır. T-miz də artır. Sonra keçək indi digər prosesə. Görürsünüz hansı kəmiyyət sabitdir? Təzyiq P bərabərdir konst. Və həcmimiz nə edir? Artır. C-dən D-yə gedəndə həcmimiz artır. Həcm artırsa, deməli, temperaturumuz nə edəcək? Artacaq. Sonra burada da təzyiq artacaq uşaqlar. V konstunda temperatur artırsa, təzyiqimiz artacaq.
Gəlin indi uşaqlar biz cavabları yerləşdirək Eyler-Venn diaqramında. Qazın daxili enerjisi artır. Gəlin görək, baxaq. Bu daxili enerji deməli temperaturdan asılıdır. Temperatur artırsa daxili enerjimiz burada artacaq. Burada da temperatur artırsa daxili enerjimiz nə edəcək? Artacaq. Deməli 1 oldu nə? Ortaq. Daxili enerji hər iki halda artdı. Sonra ikinci, deyir qazın sıxlığı azalır. Gəlin baxaq, sıxlığımız azalır. Bizdən sıxlığın azalması aralığını istəyir. Burada V konusdur. Birinci AB aralığında V konusdur. V konust olduğuna görə sıxlığımız da sabit olacaq. Rho bərabərdir konst. İkinci aralıqda isə, yəni CD aralığında isə deməli həcmdən gedə bilərik. Sıxlığımız ya temperaturdan gedə bilərsiniz, ya həcmdən fərqi yoxdur. Ümumiyyətlə həcmdən ya da temperaturdan tərs mütənasib asılıdır. Həcmimiz nə edibdir? Artıbdır. V-miz artıbdırsa sıxlığımız azalacaq. Deməli 2 hara getdi? CD aralığına. 3-ə baxaq. Deyir qaza verilən istilik miqdarı yalnız onun daxili enerjisinin artmasına sərf olunur. Qaza verilən istilik miqdarı onun daxili enerjisinin artmasına. Yəni termodinamikanın birinci qanun riyazi ifadəsi belə olmalıdır. Q bərabərdir delta U. Q bərabər delta U da nə zaman olur? Buradakı birinci izoxor prosesdə termodinamikanın birinci qanun riyazi ifadəsini yazaq. Delta U Q bərabərdir delta U-ya. Yəni iş görülmürdü. Elə birinciyə gedəcək. Yəni izobar prosesdə isə termodinamikanın birinci qanun riyazi ifadəsi Q bərabərdir delta U üstə gələk A ştrix şəklindədir. Burada artıq həm daxili enerjinin dəyişməsinə, həm də sistemə verilən istilik miqdarı, həm daxili enerjinin dəyişməsinə, həm də işin görülməsinə sərf olunur. Amma Q bərabər delta U izoxor prosesdə isə sistemə verilən istilik miqdarının hamısı daxili enerjinin dəyişməsinə sərf olunur. 3 getdi bura. 4 oxuyaq uşaqlar. Deyir qaza verilən istilik miqdarının 0,6 hissəsi onun daxili enerjinin dəyişməsinə sərf olunur. Artıq sistemə verilən istilik miqdarının 0,6 hissəsi daxili enerjinin dəyişməsinə sərf olunan P konst olduqdadır. Yəni 4 də bura getdi. Cavab oldu 3, 2, 4, 1. 3, 2, 4, 1. Y variantı. 18. Açar sözlərdən hansı ardıcıllıqla istifadə etməklə mətnin tamamlamaq olar? Deyir, mötərizənin içərisində verilib ki, açar sözlərin bəzilərini şəkilcə əlavə etməklə istifadə etmək olar. Gəlin baxaq uşaqlar. Deməli deyir, verilmiş kütləli bir atomlu ideal qaz izobar qızdırıldıqda deməli onun sabit qalır. Deməli hansı kəmiyyət sabit qalır? İzobarda P təzyiq 5. Deməli bura getdi 5. Təzyiqi sabit qalır. Temperaturu isə artır. Aha, qızdırılır deyənə. Onda görə həcmi artır. Deməli hansı qanuna görə həcmi artacaq? Gey-Lussak qanununa görə 2. Getdi bura 2. Artı onda Gey-Lussak qanununa görə həcmi artır. Bəli. Bu prosesdə qazın sıxlığı və konsentrasiyası bax 4. Yəni konsentrasiyası isə azalır. Bu prosesdə qazın sıxlığı və konsentrasiyası isə azalır. Verilmiş kütləli ideal qaz izotermik genişləndikdə hansı kəmiyyət artır uşaqlar? Həcmi artır, yəni 6 və deməli hansı qanuna görə təzyiq azalır? Boyle-Mariotte qanununa görə. Bir də getdi bura. Boyle-Mariotte qanununa görə təzyiq azalır. Bu prosesdə qazın deməli dəyişmədiyindən sistemə verilən istilik miqdarının hamısı xarici qüvvələrə qarşı işin görülməsinə sərf olunur. Daxili enerjisi dəyişmədiyinə görə. Daxili enerjisi dəyişmədiyindən sistemə verilən istilik miqdarının hamısı xarici qüvvələrə qarşı iş görülməsinə sərf olunur. Deməli burada getdi uşaqlar 3. Deməli oldu 5, 2, 4, 6, 1, 3. 5, 3. Başlanğıcı 5'dir, sonu 3'dür. Baxağın, başlanğıc 5, sonu 3, Y variantı. 19. Açar sözlərdən hansı ardıcıllıqla istifadə etməklə mətni tamamlamaq olar? Deməli, başlayalım. Verilmiş kütləli bir atomlu ideal qaz izoxor soyutduqda, ideal qazı izoxor soyutmuşuq, həcm sabitdir. Onun nəyi sabit qalır? Həcmi sabit qalır. 6 bura getdi. Temperatürü isə azalır. Onda görə təzyiq azalır. Yəni hansı qanuna görə təzyiq azalacaq? Şarl qanununa görə. Onda Şarl qanununa görə təzyiq azalır. Bu prosesdə qazın və molekuların konsentrasiyası dəyişmir. Bəli, izoxor prosesdə konsentrasiyanın sıxlıq dəyişmir. 4 getdi. Bu prosesdə qazın sıxlığı və molekuların konsentrasiyası dəyişmir. Sonra verilmiş kütləli ideal qaz izotermik sıxıldıqda onun həcmi, indi izotermik sıxılma T konstu V də azalır.
Həcmi azalır qanuna görə, yəni Boyle-Mariotte qanununa görə 2 getdi. Deməli, Boyle-Mariotte qanununa görə təzyiqi 5 artır. Deməli, izotermik sıxılma dedikdə T konustur. Həcm azalır. Həcm azalırsa artıq Boyle-Mariotte qanununa görə təzyiqimiz nə edəcək? Artacaq. Bu prosesdə qazın daxili enerjisinin dəyişmədiyindən sistemə verilən istilik miqdarı hamısı onun xarici qüvvələrə qarşı gördüyü işə sərf olunur. Yəni, burada 3 getdi. Deməli, başlanğıcımız 6-dır, sonumuz 3-dür. Başlanğıc 6. 6, 3. A-da ola bilər. Bir dənə də var. B də var. Yəni, baxaq, 6, 1. 6, 1 buradadır. B variantı. Cavab B variantı. 20. Verilmiş kütləli ideal qaz üzərində izotermik genişlənmə və izobar genişlənmə prosesləri aparılmışdır. Euler-Venn diaqramında uyğun bəndləri müəyyən edin. İzotermik genişlənmə dedikdə uşaqlar, deməli, T-miz nədir? Konusdur, T konusdur. Genişlənmə deyirsə həcmimiz artır, amma təzyiqimiz nə edəcək? Uşaqlar azalacaq. Sonra daxili enerjidən söhbət gedirmi? Bəli, daxili enerjidə nədir? Sabit qalacaq. O T konusu olduğuna görə. İndi gəlin izobar genişlənməni yazaq. İzobar P konusudur. Genişlənmə deyirsə həcm artır. Həcm artırsa temperatur artacaq. Temperatur artırsa daxili enerji artacaq. Gəlin yerləşdirək. Qazın daxili enerjisi dəyişmir. Hansıda? 1-də. İzotermik genişlənmədə. Deməli, 1 getdi bura. Qazın daxili enerjisi artır. Harada? İzobar genişlənmədə. 2 getdi bura. Qaz xarici qüvvələr üzərində müsbət iş görür. Bəli, artıq H-diriximiz müsbətdir deyir. Həcm artırsa hər iki halda da həcm artır. Görürsünüzmü? Hər iki halda həcm artanda deməli, qazın gördüyü iş müsbət olur. Yəni, bu ortaq oldu. 3 ortağa getdi. Termodinamikanın birinci qanunu Q bərabərdir H-dirix ifadəsilə təyin olunur. Artıq O konuslu delta U 0-a bərabərdir. Burada termodinamikanın birinci qanun riyazi ifadəsi delta U bərabər 0-dır və termodinamikanın birinci qanun riyazi ifadəsi Q bərabərdir H-dirix olacaq. Amma izobar prosesdə necə idi? İzobar prosesdə artıq Q bərabər idi, delta U üstə gələk H-dirix idi. Amma bizdə deyik Q bərabər H-dirixdir. Bu oldu hansı proses? İzotermik genişlənmədə. Yəni 4 də bura getdi. 1, 4, 1, 4, 2, 3 Y variantı. 21. Verilmiş kütləli ideal qazın həcmi mütləq temperaturdan asılı qrafik diaqramı verilmişdir. V-nin T-dən asılılığı. Bu proses üçün termodinamikanın birinci qanun ifadəsi hansıdır? Deməli, V-nin T-dən asılı qrafiki verilibdir uşaqlar. V konuslu fikir verirsinizmi? V bərabər konuslu. V konuslu onda H-dirix bərabərdir 0-dır. A bərabərdir 0-dır. Onda termodinamikanın birinci qanun riyazi ifadəsi necə olacaq? Q bərabərdir delta U-ya. Q bərabər delta U, yəni C variantı. 22. Diaqramın hansı hissələri verilmiş kütləli ideal qazın istilik miqdarı almasına uyğundur? Deməli, istilik miqdarı almasına Q böyükdür 0 olmalıdır. Q-nun böyükdür 0 olması üçün uşaqlar ya temperatur artmalıdır, ideal qazın. Ya da temperaturun artması üçün uşaqlar həcm artmalıdır. Ayrı-ayrılıqda amma uşaqlar. Ayrı-ayrılıqda proseslər baş verəcək. Temperaturda artıq bizə U-nun V-dən asılı qrafik verdiyinə görə biz temperaturu artıq daxili enerjidən burada əlaqələndirəcəyik. U-muz artmalıdır, ya U-muz artmalıdır, V konusda olmalıdır. Ya da V-miz artmalıdır, U konusda olmalıdır. Bax, bu aralıqları tapacağıq. 2 dənə bu aralığı tapacağıq. Gəlin baxalım. 1-2 aralığına baxırıq. 1-2 aralığında fikir verirsinizsə, 1-dən 2-yə gələndə həcmimiz sabitdir. Deməli, həcm sabitdir. Daxili enerjimizdə nə etməlidir? Artmalıdır. Q böyükdür 0 olması üçün. Bəli, 1-dən 2-yə gələndə daxili enerji artıbdır. Deməli, bir aralığımız oldu 1-dən 2-yə. Sonra keçirik digərinə uşaqlar. Digərinə baxalım. 2-dən 3-ə baxıram. 2-dən 3-ə gələndə isə hansı kəmiyyətimiz sabit qalıb? Daxili enerjimiz. Deməli, daxili enerjimiz sabitdir və 2-dən 3-ə gələndə həcmimiz nə edibdir? Artıbdır. Bizdə də nədir? Q böyükdür 0 olması üçün həcm artmalı idi. Yəni, ikinci cavabımız oldu 2-dən 3-ə. Gəlin, cavabımızı tapdıq 1-dən 2-yə, bir də 2-dən 3-ə A variantı. Gəlin, digərlərində baxaq uşaqlar. Digərlərini də aydınlaşdıraq. İndi 3-dən 4-ə gəlirəm. 3-dən 4-ə gəldikdə görürsünüz hansı kəmiyyət sabitdir? Həcm sabitdir. Həcm sabitdir və amma həcm sabitdir.
Amma daxili enerjimiz nədir? 3-dən 4-ə gələndə azalır. Amma bizdə artmalı aralıq olmalı idi. Deməli 3-4 aralığında ola bilməz. Q kiçikdir 0-dan. Sonra 4-dən 1-ə baxırıq. 4-dən 1-ə gələndə artıq bizim daxili enerjimiz sabitdir. Daxili enerji sabitdir. Amma 4-dən 1-ə gəldikdə həcmimiz azalır. Amma bizdə həcmimiz artmalı idi. Q böyükdür 0 olması üçün. Burada isə Q kiçikdir 0 olacaq. Yəni 4-1 aralığında da Q kiçikdir 0 olacaq. Yəni bizim cavabımıza uyğun olmayacaq. Cavab oldu 1-2 və Q3 aralığında Q böyükdür 0. 23. Diaqramın hansı hissələri verilmiş kütləli ideal qazın istilik miqdarı verməsinə uyğundur? İndi istilik miqdarı veribsə Q kiçikdir 0 olmalıdır. Eyni testdə uşaqlar dedik ki, 1-dən 2-yə gedəndə deməli daxili enerji artır, həcm sabitdir. Burada oldu nə? Q böyükdür 0-dan. 2-dən 3-ə yenə daxili enerji sabitdir, həcm artır, Q böyükdür 0 oldu. Deməli Q kiçikdir 0 olması üçün deməli hansı şərtlər ödənməlidir? U-muz azalmalıdır, V konstant olmalıdır. Və yaxud da V-miz azalmalıdır, U konstant olmalıdır. Bizdə də artıq indi 2-dən 3-dən 4-ə gəlir. 3-dən 4-ə gələndə həcm sabitdir. Həcm sabitdir və fikir verirsiniz, daxili enerjimizdə nə etdi? Azaldı. Deməli, cavabımıza uyğundur 3-4. 3-4 aralığı. Sonra keçirik digərinə uşaqlar 4-dən 1-ə. 4-dən 1-ə baxaq uşaqlar. 4-dən 1-ə gələndə artıq hansı kəmiyyətimiz sabitdir? Daxili enerjimiz sabitdir. 4-dən 1-ə gələndə həcmimiz nə edibdir? Azaldı. Fikir verirsiniz, azaldı. Deməli, bizim axtardığımız şərtə uyğundur. 4-dən 1-ə. Cavabımız oldu 4-dən 1-ə. 3-dən 4-ə, 4-dən 1-ə. 3-dən 4-ə, 4-dən 1-ə C variantı. 24. Bir atomlu ideal qaz üzərində gedən qapalı prosesin qrafiki təsvir olunmuşdur. İzoxor qızmada qazın aldığı istilik miqdarı hansı ifadə ilə müəyyən olunur? Hansı prosesdir? İzoxor qızma. Gəlin biz izoxor qızma aralığını tapaq. İzoxor dedikdə V konusda olmalıdır, həcm sabit olmalıdır. Qızma deyirsə temperaturda nə edir? Artır. Artıq bizdə qrafikdə P-nin V-dən asılı qrafiki verilibdir. Biz artıq onu T-ni P-lə əvəzləyəcəm mən. İzoxor prosesdə temperatur artırsa, təzyiqimiz də nə edəcək? Artacaq. İzoxor prosesdə temperaturla təzyiq düz mütənasib asılıdır. Deməli, biz hansı aralığı axtarmalıyıq? İzoxor qızma dedikdə P artmalıdır, V-miz də konstant olmalıdır. V-nin konstant olduğu aralıqlara baxaq uşaqlar. V-nin konstant olduğu aralıqlar. Deməli, 1 4-dən 1-ədir, bir də 2-dən 3-ədir. Fikir verirsiniz, həcm sabitdir. Amma artıq təzyiq nə etməlidir? Artmalıdır. 4-dən 1-ə getdikdə təzyiq artıbdır, 2-dən 3-ə gəldikdə təzyiq azalıbdır. Bizə artım aralığı lazım olduğuna görə 4-dən 1-ə götürəcəm. 4-dən 1-ə aralığı. Bu aralıq adlandı izoxor qızma. Gəlin, indi məsələmizi həll eləyək uşaqlar. Bizdən nə istəyir? Deməli, istilik miqdarı hansı ifadə ilə təyin olunur? Q bərabərdir. İzoxor qızmada uşaqlar, izoxor qızmada V konstant olanda termodinamikanın birinci qanunu riyazi ifadəsi necə idi? Q bərabər idi, iş görünmür də A ştirix bərabərdir 0. Onda Q bərabər delta U-ya. Sonra delta U-da düsturun əvvəlki mövzularımızda keçmişik nəyə bərabərdir? 2-də 3, P ilə V ilə olan düsturu 2-də 3 və burada artıq təzyiq həcm sabiti V delta P. O da bərabərdir. 2-də 3 V açma örtərisi. P2 çıxaq P1. Gəlin yerinə qoyaq ədədi qiymətləri 2-də 3. Fikir verirsiniz uşaqlar, həcmimiz 4-dən 1-ə gəldikdə. Bax, həcmimiz nə qədərdir? V0. V0. Sonra keçək P2, P1-ə. Bu bizim deməli başlanğıc dəyərimizdir. P1-imizdir. Bu isə bizim P2-mizdir. P2-dən P1-ə çıxacam. Yəni 3P0-dan çıxacam P0-ı. O da bərabərdir. 3P0 çıxaq P0 bizə verəcək 2P0-ı. Yəni 2-də 3 V0 vuraq 2P0. 2-lər ixtisar getdi, qaldı nə? 3V0 P0. 3V0 P0 A variantı. 25. Verilmiş kütləli bir atomlu ideal qaz üzərində gedən prosesdə qaz 200 kilojol istilik miqdarı almış və onun daxili enerjisi 120 kilojol artmışdır. Qazın təzyiqinin həcmindən asılı qrafiklərindən hansı bu prosesə uyğundur? Deməli, qaza Q bərabərdir, 200 kilojol istilik miqdarı verilmiş
və daxili enerjimiz bu zaman 120 kilojul artmışdı. Fikir verirsə, sistemə verilən istilik miqdarının müəyyən hissəsi, yəni 0,6 hissəsi daxili enerjinin dəyişməsinə sərf olunur. Bu da hansı proses idi? İzobar proses. P bərabərdir konst. Yəni müəyyən hissəsi daxili enerjinin dəyişməsinə, müəyyən hissəsi işin görülməsinə sərf olunan proses hansı idi? İzobar proses. P konst və P-nin V-dən asılı qrafikini çəkməliyik. P-nin V-dən asılılığı. P həcm, deməli təzyiqimiz sabitdir və artmışsa həcmimiz də artacaq. Deməli cavabımız olacaq A variantı. 26. Verilmiş kütləli bir atomun ideal qaz üzərində gedən prosesdə qaz 200 kilojul istilik miqdarı almış və daxili enerji 120 kilojul artmışdır. Qazın təzyiqinin temperaturundan asılı qrafiklərindən hansı bu prosesə uyğundur? Yenə də uşaqlar, qaza 200 kilojul, Q bərabərdir 200 kilojul istilik miqdarı verilib və delta U'muz da 120 kilojul nədir? Artmışdır daxili enerjimiz. Bizdən hansı proses olduğunu müəyyən edək. Gəlin birinci. Dedik ki, müəyyən hissəsi, verilən istilik miqdarının müəyyən hissəsi, yəni 0,6 hissəsi daxili enerjinin dəyişməsinə sərf olunan prosesimiz hansı oldu? İzobar proses. P bərabərdir konst. P konst olmalıdır və temperaturdan asılı qrafikini istəyir. Daxili enerjimiz artıbsa, deməli T'miz də artmalıdır. Bizim indi qrafikimizdə P konst olmalıdır, temperaturumuz da artmalıdır. Gəlin çəkəyin özümüz P'nin T'dən asılı qrafiki. Təzyiqimiz sabitdir, temperaturumuz da artır. Yəni A variantı. 27. Verilmiş kütləli ideal qaz göstərilən proseslərdə eyni istilik miqdarı alır. Qazın gördüyü işlər arasında hansı münasibət doğrudur? Deməli, hər üç halda eyni istilik miqdarı aldı. Q1 bərabər Q2, o da bərabər Q3-ə. Gəlin birinci proseslərin adını yazan uşaqlar. 0-1 aralığı. 0-1 aralığı, baxın, bax, 0-1 aralığı. Görək hansı prosesdir? V-ni T-dən asılıq qrafiki nə zaman deməli xətt asılı olur? V-T-də nə zaman xətt asılı olur? Hansı kəmiyyət sabit olanda? P konst olanda. Deməli, P-miz konstdur. P konst olanda artıq bizdə sistemə verilən istilik miqdarının yalnız 0,4 hissəsi işin görülməsinə sərf olunurdu. Yəni, A' bərabər idi 0,4 Q-yə. Keçən ikinci aralığımıza 0, deməli, 2 aralığı. Bu aralığa keçək. Deməli, 0-2 aralığına keçirik. Görək, indi burada hansı kəmiyyət sabitdir? Həcm sabitdir. V bərabərdir nədir? Konstdur. Fikir verirsiniz, həcm sabitdir. Həcm sabit olanda da görülən işimiz nəyə bərabərdir? 0-a. Yəni, həcm dəyişmirsə iş görülmür. A' 0-a bərabərdir. İkinci aralığı da tapdıq. Bu oldu deməli 0-1 aralığı. Bu oldu 0-2 aralığı. Keçəyin indi 3-cü aralığa. 3-cü aralıqda görək hansı kəmiyyətimiz sabitdir. Baxın, temperaturumuz. 0-3 aralığında isə T bərabərdir konstlu, temperatur sabitdir və izotermik prosesdir. İzotermik prosesdə də sistemə verilən istilik miqdarının nədir? Hamısı işin görülməsinə sərf olunurdu. Yəni, Q bərabər idi nəyə? A'. Bu da oldu bizim 0-3 aralığımız. Gəlin baxalım uşaqlar. Məsəl üçün sistemə hamısına deyim də 100 jol istilik miqdarı verilibdir. Bütün hər üç halda, hər üç prosesdə istilik miqdarımız 100 joldur. Fikir verirsinizmi? 100 jolun yalnız 0,4 hissəsi, yəni 40 jolu işin görülməsinə sərf olunub birinci aralıqda. İkinci aralıqda heç iş görülməyibdir. Üçüncü aralıqda isə sistemə verilən o 100 jolun hamısı işin görülməsinə sərf olunub. İndi müqayisələrimizi aparaq uşaqlar. Hansında işimiz daha böyük oldu? Əlbəttə ki, üçüncündə. Yəni, A'03 böyükdür A'01-dən. Sonra A'02 də 0-a bərabərdir. Deməli, gəlin cavabımızı tapaq. Cavabımız B variantı. 26. 28 uşaqlar. 28. Verilmiş kütləli ideal qaz göstərilən izoproseslərdə eyni istilik miqdarı alır. Qazın daxili enerjisinin dəyişmələri arasında hansı münasibət doğrudur? Və daxili enerjinin dəyişmələrini istəyir. Yenə istilik miqdarları Q1 bərabərdir Q2, o da bərabərdir Q3-ə. Eyni istilik miqdarı alıblar. Gəlin baxalım. Deməli, 0-1 aralığı. Görək hansı prosesdir? Baxın, P-nin V-dən asılılığı. 0-1 aralığında P V-dən nə zaman tərs mütənasib asılı olur? Hansı prosesdə? İzotermik prosesdə. T konstdur. T konst olanda artıq daxili enerjinin dəyişməsi nəyə bərabərdir? 0-a.
Yəni 0-1 aralığında daxili enerjinin dəyişməsi nəyə bərabər oldu? 0-a. İndi keçək ikinci aralığa. 0-2 aralığı. 0-2 aralığında isə fikir verirsiniz, hansı keymiyyətimiz sabitdir? P-miz. P bərabərdir const. Və sistemə verilən istilik miqdarının yalnız nə qədər hissəsi 0,6 hissəsi daxili enerjinin dəyişməsinə sərf olunurdu. Yəni 0-2 aralığı, delta U 0-2 aralığı bərabərdir. Deməli 0,6 Q-yə. Sonra keçəyin digərinə uşaqlar 0-3-ə. 0-3 aralığında isə fikir verirsiniz, 0-3 aralığında isə həcmimiz sabitdir. V bərabərdir const. Həcm sabitdir. Həcm sabit olanda artıq sistemə verilən istilik miqdarının hamısı nəyə sərf olunurdu? Daxili enerjinin dəyişməsinə. Gəlin indi uşaqlar müqayisələrimizi aparağın. Burada artıq delta U 0-1 aralığında 0-a bərabərdir. Deməli, bu ola bilər, bu ola bilər. Sonra keçəyin uşaqlar 0-2 ilə 0-3 aralığını müqayisə eləyək. Fikir verirsinizmi? Yenə deyirəm, sistemə məsəl üçün 100 joule istilik miqdarı verilib hər 3 halda. Birinci halda daxili enerjimiz dəyişməyib, 0-dır. İkinci halda baxırıq ki, sistemə verilən istilik miqdarının, yəni 100 joule-nun yalnız 0,6 hissəsi daxili enerjinin dəyişməsinə sərf olunub. Yəni 60 joule daxili enerjinin dəyişməsinə sərf olunub. Üçüncü halda isə sistemə verilən 100 joule-nun hamısı daxili enerjinin dəyişməsinə sərf olunub. Deməli, burada oldu 0-3 aralığı. Ən böyük hansı oldu? Delta U 0-3 aralığı daha böyük oldu. Delta U 0-2 aralığından. Delta U 0-1 aralığı 0-a bərabərdir. Gəlin baxalım uşaqlar. Deməli, cavab oldu C variantı. 29. Verilmiş kütləli bir atomun diaqaz üzərində gedən prosesdə qaz 400 kJ istilik miqdarı almış və 400 kJ iş görmüşdür. Qazın təzyiqinin həcmindən asılı qrafiklərindən hansı bu prosesə uyğundur? Deməli, qaz 400 kJ istilik miqdarı alıb. Q bərabərdir 400 kJ və 400 kJ iş görmüşdür. Qazımız, deməli, H-diriximiz də bərabər nəyə? 400 kJ. Deməli, sistemə verilən istilik miqdarının hamısı nəyə sərf olunubdur? İşin görülməsinə sərf olunubdur. Hansı prosesdə uşaqlar? Artıq delta U bərabərdir 0-dır. Daxili enerjinin dəyişməsinə sərf olunmayıbdır. Onda hansı proses olurdu? T bərabərdir const, yəni izotermik proses. İzotermik prosesdə də P-nin V-dən asılı qrafikə çəkəcəyi. P V-dən necə asılı olacaq uşaqlar? Deməli, tərs mütənasib. Cavabımız olacaq, yəni belə, Y variantı. 30. Verilmiş kütləli bir atomlu ideal qaz üzərində gedən prosesdə qaz 500 kJ istilik miqdarı almış və 500 kJ iş görmüşdür. Qazın sıxlığı mütləq temperaturuna asılı qrafiklərindən hansı bu prosesə uyğundur? Deməli, qaza 500 kJ istilik miqdarı verilibdir və H-dirix də bərabərdir 500 kJ. Yəni, sistemə verilən istilik miqdarının hamısı nəyə sərf olundu? İşin görülməsinə. Hansı prosesdə? Delta U bərabərdir 0 olan proses, T bərabərdir const. Deməli, bizim uşaqlar fikir verirsiniz, hansı proses oldu? T const. Deməli, rho-nun T-dən asılı qrafikini çəkməliyəm. Temperaturum sabit olmalıdır və temperatur sabit olan aralığımız da hansıdır? Baxın, fikir verirsiniz. D variantı. 500 kJ iş görmüşdürsə, cavabımız olacaq D variantı. 31. Verilmiş kütləli bir atomun ideal qaz üzərində gedən prosesdə qaz 300 kJ istilik miqdarı almış və 300 kJ iş görmüşdür. Qazın həcminin mütləq temperaturunun asılı qrafiklərindən hansı bu prosesə uyğundur? Deməli, sistemə verilən istilik miqdarı Q-müz, Q bərabərdir 300 kJ oldu. 31 yazıram uşaqlar. Sonra görülən işimiz də yenə 300 kJ oldu. Yəni, sistemə verilən istilik miqdarının hamısı nəyə sərf olunubdur? İşin görülməsinə. Hansı proses olacaq uşaqlar? Delta U bərabərdir 0 olan prosesimiz hansı oldu? T bərabərdir const, izotermik proses. Yəni, V-nin T-dən asılı qrafiki çəkməliyik. V-nin T-dən asılı qrafiki də izotermik prosesdə belə olacaq. Yəni, C variantı. 32. Verilmiş kütləli bir atomun diaqaz üzərində gedən prosesdə qaz 200 kJ istilik miqdarı almış və 80 kJ iş görmüşdür. Qazın sıxlığının temperaturdan asılı qrafiklərindən hansı bu prosesə uyğundur? Gəlin baxaq uşaqlar. Deməli, qaza Q bərabərdir 200 kJ istilik miqdarı verilmiş və onun yalnız 80 kJ iş görülmüşdür. İşin görülməsinə sərf olunubdur. 80 kJ.
Deməli, hansı prosesdə uşaqlar sistemə verilən istilik miqdarının müəyyən hissəsi, yəni 0,4 hissəsi işin görülməsinə sərf olunan hansı proses idi? İzobar proses. P bərabərdir konstant. Və bizdən P konstantında rho-nun T-dən asılı qrafikini istəyir. P konstantsa uşaqlar deməli rho-muz T-dən necə asılıdır? Tərs mütənasib. Baxın belə. Cavabımız olacaq B variantı. 33. PT diaqramda təsvir edilmiş 1, 2 və 2, 3 proseslərində bir atomlu ideal qaz eyni istilik miqdarı almışdır. Deməli, hər iki halda, hər iki aralıqda aldığımız istilik miqdarı eynidir. Q konstantdır. Sonra 1-2 prosesində qaz 10 kilojul iş görərsə, deməli burada AH diriximiz 1-2 prosesində AH diriximiz nə qədərdir? 10 kilojul. 2-3 prosesində qazın daxili enerjisinin dəyişməsini hesablayın. Deməli, bizdən istəyir ki, delta U 2-3 aralığında sual işarəsi. Gəlin baxalım uşaqlar. Deməli, həm 1-2 aralığında, həm də 2-3 aralığında sistemə verilən istilik miqdarları eynidir. Q'lər eynidir. Birinci prosesimizə baxaq. 1-2 aralığını yazıram. 1-2 aralığında. Görək hansı prosesimizdir? Baxın, hansı kəmiyyət sabit T konusudur. T konusu olanda artıq termodinamikanın birinci qanun riyazi ifadəsi necə idi? Q bərabər niyə? AH dirixə. Yəni, sistemə verilən istilik miqdarının hamısı işin görülməsinə sərf olunur. Nə qədər iş görülübdür? 10 kilojul. Deməli, sistemə nə qədər iş verilir? Nə qədər istilik miqdarı verilibdir? 10 kilojul. Deməli, biz artıq sistemə verilən istilik miqdarını tapdıq. Yəni, həm 1-2 aralığında, həm də 2-3 aralığında sistemə verilən istilik miqdarımız nə qədərdir? 10 kilojul. Yəni, Q 1-2 aralığında da 10 kilojul sistemə istilik miqdarı verilibdir. Q 2-3 aralığında da sistemə 10 kilojul istilik miqdarı verilibdir. Bizdən də artıq indi 2-3 aralığını istəyir. Gəlin baxaq. Sistemə verilən istilik miqdarını müəyyən etdik. 2-3 aralığında 10 kilojuldur. Daxili enerjinin dəyişməsini istəyir. Gəlin görək hansı prosesdir. Baxın, 2-3 aralığı P konusudur. P bərabərdir konstantdır, yəni izobar prosesdir. İzobar prosesdə də artıq bizə daxili enerjinin dəyişməsi nəyə bərabər idi? Delta U bərabər idi 0,6 Q-yə. Yəni, sistemə verilən istilik miqdarının yalnız 0,6 hissəsi daxili enerjinin dəyişməsinə sərf olunur. Delta U bərabərdir 0,6 vuraq. Q-miz də nə qədər oldu? 10. İxtisar getdi, qaldı neçə? 6 kilojul. Yəni, cavabımız oldu 6 kilojul. B variantı. 35. Müəyyən kütləli bir atomun ideal qazın temperaturu izobar və izoxor proseslərdə eyni qədər yüksəlmişdir. Deməli, eyni qədər yüksəlmiş temperaturlarımız. İzoxor prosesdə deməli, qaz 1200 jol istilik miqdarı almışdır. İzobar prosesdə qazın daxili enerjisinin dəyişməsini və gördüyü işi hesablayın. Hansı prosesdə? İzobarda. Gəlin baxalım. İzoxor prosesdə V konusudur. Birinci hala baxıram. V konusudur. İzoxor prosesdə qaz 1200 jol istilik miqdarı alıbdır. Q bərabərdir 1200 jol. Bu zaman termodinamikanın birinci qanun riyazi ifadəsi necə idi izoxor prosesdə? Q bərabərdir delta U-ya. Bu da bərabərdir. Deməli, 1200 jol. Deməli, sistemə verilən istilik miqdarının hamısı nədir? Daxili enerjinin dəyişməsinə sərf olunubdur izoxor prosesdə. Yəni, biz daxili enerjinin dəyişməsini tapdıq birinci halda. Hər iki halda da deyir ki, temperaturumuz eyni qədər yüksəlmişdir. Temperaturlar eyni qədər yüksəlibsə, artıq hər iki prosesdə daxili enerji eyni qədər dəyişibdir. Yəni, birincidə daxili enerjimiz 1200 jol artıbsa, ikincidə də daxili enerjimiz, yəni izobar prosesdə də daxili enerjimizin dəyişməsi 1200-ə bərabər olacaq. Yəni, artıq daxili enerjinin dəyişməsini tapdıq izobar prosesdə. İndi izobar prosesi yazıram. İzobar. İzobar prosesdə P konusudur. P konusudur və daxili enerjinin dəyişməsi, yenə deyirəm, eyni qədər temperatura atmışsa, izobar prosesdə də, izoxor prosesdə də daxili enerjilər eyni qədər dəyişib, yəni 1200 jol. Sonra və buradan da biz indi AH dirixi tapmalıyıq. Daxili enerji ilə AH dirixi arasında bir əlaqə düsturumuz var idi. Delta U bərabər idi 1,5 AH dirixə. Biz buradan AH dirixi tapaq. AH dirix nəyə bərabər olacaq? AH dirix bərabər delta U bölünsün 1,5-ə. Gəlin, ədədi qiyməti yerinə qoyaq, hesablayaq. Delta U-muz nə qədər oldu? 1200 bölünsün 1,5. Vergül silirəm, yuxarıya 0 artırıram. Deməli, 15-lə 12 ixtisar getdi 3-ə, 4, deməli 5, 40-ı 5-ə böləndə 8, 800 jol.
Deməli cavab oldu 1200. Daxili enerjimizin dəyişməsi oldu 1200. İşimiz də oldu 800 joule. Deməli baxın, bunları axtaracağıq. 1200, 800, cavab B variantı. 36. Termodinamikanın birinci qanunun H- bərabər Q ifadəsinə uyğun qrafiklər hansıdır? Deməli, Q bərabərdir H-. Hansı prosesdə uşaqlar? Deməli, izotermik proses. T bərabərdir konst. T konst olan qrafiklərimizi tapmalıyıq. T konst olanda PV-dən necə asılı olur? Necə asılı olur? Tərs asılı olur. 1 düzdür. Sonra 2-yə baxırıq. T konstu. Bəli, görürsünüz. Fikir verirsiniz. T konstu. 2 də düzdür. 3-ə də baxırıq. 3-də də T konstu. Fikir verirsiniz. 3 də doğrudur. Amma 4-də həcm sabitdir. Ola bilməz. 5-də təzyiqi sabit verib. Ola bilməz. 6-da da deməli V-nin T-dən asılılığı düz asılı olanda P konst olur. P konst ola bilməz. Cavab oldu 1, 2, 3. 36-cı cavab 1, 2, 3. 37. 1, 2 və 2, 3 proseslərin hər ikisində verilmiş kütləli ideal qaz eyni istilik miqdarı almışdır. Deməli, Q1 bərabərdir Q2-yə. Hər iki halda. 1, 2 prosesində qazın daxili enerjisi 10 kJ dəyişərsə, deməli, 1, 2 aralığında daxili enerjimizin dəyişməsi o 1, 2 aralığında nə qədərdir? 10 kJ. 2-3 prosesində neçə kJ dəyişər? 2-3 prosesində delta U 2-3 aralığında daxili enerjinin dəyişməsini istəyir. Gəlin baxaq uşaqlar. Birinci izoprosesləri yazaq. 1-2 aralığında deməli hansı proses olacaq? Baxın 1-2 aralığında hansı ki sabit həcm? V bərabərdir konst. V konst olanda gəlin mən buranı silim, ardından davam edək. V konst olanda artıq termodinamikanın birinci qanun riyazi ifadəsi necə idi? Q bərabərdir delta U-ya. O da bərabərdir. Nə qədər olacaq? Delta U nə qədərdir? 10 kJ. Yəni sistemə nə qədər istilik miqdarı verilibdir? 10 kJ. Hər iki halda da deyir ki, sistemə verilən istilik miqdarları eynidir. Yəni birinci halda da, ikinci halda da sistemə verilən istilik miqdarı eynidir. Q1-imiz 10 kJ oldu. İndi keçən ikinci prosesə, ikinci aralığa. Yəni 2-3 aralığına. 2-3 aralığında bizdə də 2-3 aralığında delta U 2-3 aralığında daxili enerjinin dəyişməsini istəyir. Fikir verirsiniz, 2-3 aralığında VT-dən necə asılıb? Düz mütənasib. Onda hansı proses olacaq? Həcmimiz temperaturdan nə zaman düz mütənasib asılı olur? Təzyiq sabit olanda, P konst olanda. P'miz konstdur. Sonra baxırıq uşaqlar, daxili enerjinin dəyişməsini istəyir. Delta U deməli 2-3 aralığında. P konst olanda sistemə verilən istilik miqdarının yalnız 0,6 hissəsi daxili enerjinin dəyişməsinə sərf olunurdu. Yəni 0,6 Q. O da bərabərdir. Deməli 0,6 Q-miz də neçə oldu uşaqlar? Hər iki halda eyni idi istilik miqdarları. Birinci halda tapdıq, ikinciyə tətbiq edirik. Q2-miz də nə qədər oldu? 10 kJ. Bunda olacaq, deməli 10-a vuracaq 0,6. Bunlar ixtisar getdi, qaldı 6 kJ. Cavab oldu 6 kJ. Yəni 6 kJ. 37-ci cavabı. 38. 1, 2 və 2, 3 proseslərində hər ikisində verilmiş kütləli bir atomun ideal qaz eyni istilik miqdarı alır. Yenə də Q1 bərabərdir Q2-yə. Hər iki halda verilən istilik miqdarları eynidir. 1, 2 prosesində qaz 10 kJ iş görərsə, deməli A, 1-2 aralığında 10 kJ iş görübdür. 2-3 prosesində nə qədər iş görər? Artıq A, 2-3 prosesində iş görülən şeyi hesablamağımızı istəyir. Gəlin baxaq, 1-2 aralığına baxaq uşaqlar. Deməli, 1-2 aralığında hansı prosesdir? Baxın, temperatur sabitdir, T konstdur. Temperatur sabitsə artıq hansı proses olacaq? İzotermik proses. İzotermik prosesdə termodinamikanın birinci qanun riyazi ifadəsi necə idi? Q bərabər idi A-H. O da bərabərdir. Nə qədər olacaq? 10 kJ. Yəni, artıq birinci halda nə qədər istilik miqdarı aldı sistem? 10 kJ. Hamısı nəyə sərf olundu? İşin görülməsinə. Artıq ikinci halda da sistemə verilən istilik miqdarı eyni olacaq. Yəni, yazacağıq Q2 də bərabərdir 10 kJ. İndi bizdə 2-3 aralığında görək hansı prosesdir? Gəlin yazaq. 2-3 aralığının prosesinin adını yazaq. V-nin T-dən asılıq nə zaman düz mütənasib asılı olur? Təzyiq sabit olanda P konusdur. Təzyiqimiz sabitdir və sistemə verilən istilik miqdarının hansı hissəsi işin görülməsinə sərf olunurdu? H-2-3 aralığı bərabərdir. Deməli 0,4 Q-yə. O da bərabər Q2-yə.
0,4 vuraq 10-a. Bunlar ixtisar getdi, qaldı neçə? 4 kilojoule. Yəni sistemə verilən istilik miqdarının yalnız 4 kilojoulu, yəni 10 kilojouldan 4 kilojoulu işin görülməsinə sərf olunub. Cavabımız oldu 38-də, deməli 4 kilojoule. 39. Verilmiş kütləli bir atomlu ideal qazın təzyiqinin deməli mütləq temperaturdan asılı qrafiki verilmişdir. Uyğunluğu müəyyən edin. P-nin T-dən asılı qrafiki verilibdir. Aralıqları yazan uşaqlar deməli A, B aralığı. AB aralığına baxalım birinci. AB aralığında. AB-dən necə asılıdır? Deməli, AB aralığında PT-dən necə asılıdır? Düz mütənasib. Və onda hansı kəmiyyətimiz sabitdir? Həcmimiz konstdur. Keçən B-C aralığına. B-C aralığı. B-C aralığı. B-C aralığında görürsünüz hansı kəmiyyət sabit? Təzyiq P bərabərdir konstdur. Üçüncü aralığımız C-D aralığı. C-D aralığında hansı kəmiyyətimiz sabit? T konstdur. Bizdən nədir? Hansı kəmiyyətlər istəyir? Gəlin termodinamikanın birinci qanun riyazi ifadələrini yazaq hər biri üçün. V bərabər konst olduqda Q bərabər nəyə? Delta U-ya. Q bərabərdir delta U-ya. Sonra P konst olanda artıq Q bərabərdir delta U üstə gələk A'-ə. Üçüncü aralıqda isə deməli T konst olanda Q bərabərdir A''ə. Və yaxud da Q bərabərdir -A'-ya. Gəlin indi uşaqları uyğunlaşdıraq. Deməli sıxlıqlar da istəyir. Gəlin hər bir halda da sıxlıqlar da müəyyən edək. Burada sıxlığımız konst olacaq. Yəni şeyini seçək. Burada həcmimiz sabitdir. Həcmimiz sabit olduğuna görə sıxlığımız da konst olacaq. Sonra BC aralığında P konstdur. BC aralığında amma temperatur nədir? Artır. Temperatur artırsa deməli temperaturumuz BC aralığında uşaqlar artır. Temperatur artdığına görə də biz bilirik ki, P konstunda sıxlığımız temperaturdan tərs asılıdır. Deməli sıxlığımız nə edəcək? Azalacaq. CD aralığında isə uşaqlar fikir verirsiniz. CD aralığında isə təzyiqimiz artıbdır. T konstdur və təzyiqimiz artıbsa, P'miz artıbsa sıxlığımız da artacaq. Çünki düz mütənasib asılıdır. İndi gəlin oxuyan uşaqlar. Deməli A variantına baxaq. Q bərabərdir -A'. Belə bir prosesimiz yoxdur uşaqlar. Q bərabərdir izotermik prosesdə Q bərabərdir A'-dir. Və yaxud da Q bərabərdir A-dır. Yəni A heç birinə getməyəcək. Keçən B variantına baxağın. Qazın sıxlığı dəyişmir. Baxağın görək hansı aralıqda qazın sıxlığı dəyişmədi? AB aralığında. Deməli B bura getdi. Sonra C variantına baxaq. Qazın sıxlığı artır. Gəlin baxaq görək qazın sıxlığı hansı aralıqda artdı? CD aralığında. CD aralığında deməli C bura getdi. Sonra D-də delta U bərabər 0,6 Q hansında olacaq uşaqlar? Baxın burada izobar prosesdə deməli sistemə verilən istilik miqdarının 0,6 hissəsi daxili enerjinin dəyişməsinə sərf olunur. BC-də də oldu nədir? D. Y variantında qazın daxili enerjisi azalır. Gəlin baxaq uşaqlar görək bu aralıq varmı? Birincidə deməli AB aralığında. AB aralığında temperatur nədir? AB aralığında temperatur artır. Temperatur artırsa deməli daxili enerjimiz artır. Deməli AB aralığında olmadı. BC aralığında yenə temperatur artır. Daxili enerji artacaq. CD aralığında da temperatur sabitdir. Daxili enerjimiz də sabit qalacaq. CD aralığında U konst olacaq. Deməli Y variantında heç birinə getməyəcək. Cavab 1B, 2D, 3C. 40. Verilmiş kütləli bir atomlu ideal qazın təzyiqinin mütləq temperaturuna asılı qrafiki göstərilmişdir. Uyğunluğu müəyyən edin. Yəni uşaqlar yazağın AB aralığı, AB aralığı, BC aralığı, bir də CD aralığı. Gəlin baxağın görək AB aralığı hansı prosesdir? AB aralığı. Deməli, PT-dən düz mütənasib asıldı AB aralığında. Deməli, hansı kəmiyyət sabitdir? Həcm konstdur, V konstdur. Sonra keçən BC aralığında. BC aralığında təzyiqimiz sabitdir, P konstdur. Və CD aralığında temperaturumuz konstdur. İndi gəlin uşaqlar, biz termodinamikanın birinci qanun riyazi ifadələrini yazaq.
Hər üç hal üçün. Birinci V konstu. V konstudursa, deməli, düsturumuz necə olacaq? Q bərabərdir delta U-ya. P konstu olanda Q bərabərdir delta U üstə gələk A ştrixə. Sonra T konstu olanda delta U, Q bərabərdir uşaqlar. Q bərabərdir A ştrixə və yaxud da Q bərabərdir mənfi A-ya. Sonra sıxlıqları da gəlin müəyyən edəyin uşaqlar. Sıxlıqları müəyyən edək görək sıxlıqlarımız necə olacaq. Birinci halda V konstsa R'muz da konst olacaq. R bərabərdir konst. İkinci halda P konstu. P konstu baxağın ikinci aralığı da temperatur artır. Fikir verirsiniz BC aralığında. Temperatur artdığına görə, P konstu olduğuna görə bizim sıxlığımız azalacaq tərs mütənasib asılı temperaturla. T konstu 3-cü aralıqda təzyiqimiz azalır. Fikir verirsiniz təzyiq azalır. Təzyiq azaldığına görə də sıxlığımız da azalacaq. Gəlin də yerləşdirək. Daxili enerjini müəyyən edək uşaqlar. Daxili enerjimiz, burada daxili enerjimiz deməli V konstu və T'miz artır. T artdığına görə daxili enerjimiz artacaq. Sonra keçən digərinə. Digərində isə BC aralığıdır. BC aralığında yenə temperatur artır. Temperatur artdığına görə daxili enerjimiz artacaq. Və CD aralığında isə temperaturumuz sabitdir. Temperatur sabit olduğuna görə daxili enerjimiz də nədir? Konst olacaq. Burada da U konst olacaq. U bərabərdir konst. Gəlin yerləşdirək. Q bərabərdir A ştrix. Q bərabərdir A ştrix harda oldu uşaqlar? CD-də. Fikir verirsinizmi? CD-də. Deməli 1-ə getdi. CD-yə. CD-yə getdi A. Sonra qazın sıxlığı dəyişmir. Qazın sıxlığı deməli qazın sıxlığı dəyişmir. Hansı aralıqda oldu? Sıxlığımız Rho konst. AB aralığında. B getdi bura. Sonra qazın sıxlığı artır. Gəlin baxaq. Sıxlıq azaldı, sıxlıq azaldı. Elə bir aralığımız yoxdur. C getdi. Sonra delta U bərabər 0,6 Q artıq izobar prosesdir. Yəni ikinci aralığa gedəcək. BC aralığına D bura getdi. Sonra Y-yə baxaq. Qazın daxili enerjisi azalır. Birinci aralıqda deməli daxili enerji artdı. İkinci aralıqda da daxili enerji artdı. Üçüncüdə sabit qaldı. Yəni belə aralığımız yoxdur. Cavab oldu B, D, A. 41. Uyğunluğu müəyyən edin. Verilmiş kütləli bir atomlu ideal qazın təzyiqinin mütləq temperaturdan asılı qrafik göstərilmişdir və bu proseslərin hər birində qaz 100 jol istilik miqdarı alır. Deməli, hər üç halda da Q1 bərabər Q2, o da bərabərdir Q3, 100 jola. Yəni, hər üç halda, hər üç aralıqda alınan istilik miqdarları eynidir. Gəlin baxağın birinci, AB aralığını analiz eləyək. AB aralığında hansı kəmiyyətimiz sabitdir? Təzyiqimiz P bərabərdir konst. Sonra keçən ikinci aralığa BC. BC aralığında baxırıq ki, temperatur sabitdir, T konst. Və üçüncü aralıqda isə, PT-dən necə asıldı? Xətti düz asıldı. Nə zaman? Həcm sabit olanda. Yəni, CD aralığında da V konst. Deməli, işləri gəl müəyyən edək. İşləri müəyyən edəcək hər üç halda. Gəlin baxalım. Birinci halda P konstunda sistemə verilən istilik miqdarının yalnız 0,4 hissəsi işin görülməsinə sərf olunurdu. Yəni A ştrix bərabər nəyə? 0,4 Q-yə. O da bərabər neçə eləyəcək uşaqlar? Deməli, 100-ü vuracam 0,4-ə. Neçə eləyəcək? 40 joule. Sonra BC aralığında sistemə verilən istilik miqdarının hamısı deməli nəyə sərf olunurdu? İşin görülməsinə. Q bərabərdir A ştrix. O da bərabər neçə eləyəcək? 100 joule. Keçən üçüncü aralığa. Üçüncü aralıqda isə artıq həcm sabit olduğuna görə A ştriximiz nəyə bərabərdir? 0-a. Daxili enerjinin dəyişməsinə də baxaq uşaqlar. Birinci aralıqda daxili enerjinin dəyişməsini yazağın. Deməli, düsturumuz necə idi? Delta U bərabərdir 0,6 Q-yə. Yəni, artıq 60 joule işin daxili enerjinin dəyişməsinə sərf olunubdur. Sonra ikinci aralığa, BC aralığına baxırıq. Daxili enerjinin dəyişməsi nədir? 0-a bərabərdir. Delta U bərabərdir 0. Üçüncü aralıqda isə artıq sistemə verilən istilik miqdarının hamısı daxili enerjinin dəyişməsinə sərf olunur. Yəni, 100 joule. Yerləşdirək uşaqlar. Deməli, qaz deməli 60 joule iş görür.
60 joule işi harda gördü uşaqlar? Elə bir aralığımız yoxdur. Keçirik, qaz 40 joule iş görür. Bəli, qaz 40 joule iş görür. İzobar prosesdə AB aralığında 1-ə B getdi. 2-yə baxırıq, qaz 40 joule iş görür. Deməli, baxdıq, B-ni yazdıq. İndi 3-cüyə keçirik. Qaz 100 joule iş görür. 100 joule işi harda gördü? B-si aralığında. Burada C getdi. Sonra keçirik uşaqlar. Deməli, B-də oldu, C-də oldu. İndi keçirik D-yə. Qazın daxili enerjisi 100 joule artır. Deməli, hansı aralıqda? C-də aralığında. C-də aralığında 100 joule artdı. Yəni, burada oldu D variantı. D-də uyğun gəldi. Qazın işi 0-a bərabər olur. İşdə CD aralığında 0-a bərabər olacaq. Y də bura getdi. 1B, 2C, 3D, Y. 42. Verilmiş kütləli bir atomlu ideal qaz 100 joule istilik miqdarı almışdır. Sistemin xarici qüvvələr üzərində gördüyü iş və daxili enerjinin dəyişməsinin qiymətləri və qrafiklər arasında uyğunluğu müəyyən edin. Gəlin baxalım uşaqlar. Deməli, Q bərabərdir 100 joule. Birinciyə baxırıq uşaqlar. Birinci aralıqda. Q bərabərdir elə A'-dir. Görürsünüz, sistemə verilən istilik miqdarı hamısı işin görülməsinə sərf olunubdur. Hansı prosesdir? T bərabərdir konst. İzotermik prosesdir. Keçirik, deməli, A' bərabər 40 joule. Yəni, sistemə verilən istilik miqdarının, yəni A' bərabərdir 0,10, deməli, 10^4 Q-yə. Hansı prosesdir? İzobar. P bərabərdir konst. Sonra keçirik delta U bərabərdir 100 joule. Yəni, sistemə verilən istilik miqdarının hamısı delta U bərabərdir Q nə zaman olur? Deməli, izotermik deyirəm, izoxor prosesdir. V bərabərdir konstdur. Gəlin, indi uşaqları yerləşdirəyin. Deməli, baxırıq ki, birinci prosesimiz T konstu olan. T konstu. Baxırıq A variantına. Sistem xarici qüvvələr üzərində gördüyü işimiz müsbət daha. Fikir verirsinizmi? Bir, deməli, A variantımız var, bir də Y variantımız var. Nə zaman müsbət iş görür? Həcm artanda. Yəni, 1-ə artıq A gedəcək. 1-ə A. Sonra, yəni, Y ola bilməz. Y getdi. Sonra, görək artıq aralıqları varmı? B variantında temperatur sabitdir. Həcm azalır. Həcmimiz nə etməlidir bizdə? Artmalıdır. B ola bilməz. C aralığı ola bilməz. D aralığı ola bilməz. 1-ə getdi A variantı. İndi 2-yə keçirik uşaqlar. A' bərabər 40 joule, yəni P konst. P konst olması üçün, deməli, C variantı uyğun gəlir. Getdi. C bura yazırıq. C. Sonra keçirik. Başqa variant var mı? Görək. P-nin konst olması üçün. Yoxdur. Keçirik indi digərinə. 3-ə. 3-də isə izoxor olmalıdır. İzoxor olması üçün həcmimiz sabit olmalıdır. Həcmimiz də D variantında sabitdir. Cavab oldu 1-ə A, 2-yə C, 3-ə D. 43. Uyğunluğu müəyyən edin. Sabit kütləli bir atomlu ideal qaza Q istilik miqdarı verilmişdir. İzotermik prosesdə, izobar prosesdə, izoxor prosesdə. Gəlin yazalım uşaqlar. Deməli, sabit bir atomlu istilik miqdarı verilmişdir. İzotermik prosesdə. İzotermik prosesdə T-miz nədir? Konstdur. T konst. T konstsa termodinamikanın birinci qanun riyazi ifadəsi necə olacaq? Q bərabərdir. Deməli, A'. Sonra ikinci proses izobar prosesdir. İzobar prosesdə artıq P konstdur. P konstsa artıq ya olacaq, deməli, A' bərabərdir 0,14 Q. Ya da olacaq, deməli, delta U bərabərdir 0,16 Q-yə. İzoxor prosesdə həcm sabitdir. Həcm sabitsə, konst, termodinamikanın birinci qanunun riyazi ifadəsi, deməli, Q bərabərdir delta U-ya. Gəlin baxalım. Delta U, sonra, burada da birinci aralıqda delta U-muz nəyə bərabərdir? 0-a. Deməli, 1-ə A getdi. Yəni, yerləşdirəyin. Fikir verirsiniz, delta U bərabərdir 0. Nə zaman? İzotermik prosesdə 1-ə A getdi. Delta U bərabərdir Q-yə. Hansı prosesdə? İzoxor prosesdə. Burada 3-ə getdi B.
Delta U bərabərdir 0,6 Q. Hara getdi? İzabara C. A ştirix bərabər 0,4 Q. Hara getdi? Bura getdi. Deməli D. Sonra A ştirix bərabərdir Q-yə. Q bərabərdir A ştirixə. Burada Y. 1'ə A, Y, 2'yə C, D, 3'ə B.